Sizinle bir şey paylaşmak istedim. Şimdi birazdan yine derse geçeceğim. Biz bilirsiniz gece yarısıyla paylaşmıştım. 4'te falan geldik rayona. Geldik səhər də yenə dərslərə başladım ardarda. Mənim nəysə migrenim tuttu. Təzyiqim də deyəsən düşmüşdü. O halda da dərslərimə davam etməliyəm. Ata gördü, nənə də bir nənə qurban çay verir, mürəbbə verir. Bu şeylər eləyirlər ki, daha özümə gəlim. Bilirsiniz ki, mənim atam eşitmir, danışmır. 3 yaşından bir qəza sonucu, görünməz bir qəza sonucu ani bir şəkildə neysə qulaq zarları yırtılır və o yaşdan sonra atam bir daha eşitmir və danışa da bilmir. Ama babamla nənəm onu Rusiyada onu oxutdurmuşlar Belgorod şəhərində. Atam yani bildiğiniz savadlı yani bayağı bildiğiniz eğitimini almış biridir ama yine de isterseniz yani düşünün sen uşaqlıdan yani atan önde gedirsən, yıxılsan da bir şeyle qışqırsan da eşitmir səni və sənin indiyə qədər səsini hiçbir zaman sənin və qardaşının səsini eşitməyib. Bu başka bir histir. Onu veren Allah'ıma şükür olsun. Yaxşı ki mənim atamdır. Olmasaydı mən nə edərdim? Neyse sözüm ona gəlir. Atam da sevgisini bize belli etmeye bile alışan birisi değil. Alttan böyle sevgisini bilərsən sevir ama çok belli etmez. Gözlerim axır ama derse girməliyim. Ata gördüm baxır mənə, işarət öpücük yolladım ona ki, mən yaxşıyam da, ya xaraşo falan dedim. Ne perejivay falan. Atam Rusça danışır bu arada, Azərbaycanca bilmir. Məni indirib aşağı, mən də yuxarıda başlamışam dərs verməyə. Uzandırıb məni, təzyiqimi ölçür. Baxdı ki, hə, təzyiqim normal. Dedi, yaxşıdır. Niyə deyir, sənin başın ağrıyır? Sən deyir, axı çalışırsan, uruka girəcəksən deyir. Dedim ki, mən yaxşıyam da. Görürəm, ürəyi rahat eləmir. Deyirəm ki, ata, mən dərman atmışam da. Deyir, yox, dərman yaxşı deyil. Gedib minib maşına, gedib dərman alıb mən üçün. Mən də dərsdəyəm. Bir də baxdım gəlib, çıxıb yuxarı, görür dərsdəyəm, onlayn dərs. Əlində su, dərman gətirib, qalıb başımın üstündə dərmanı içirdir mənə ki, içdir, başın deyir, pis ağrıyır, yorularsan deyir. Belki de bu çox üçün çox sadə bir şey ola bilər, amma mənim üçün bunlar önəmli bir şeydir. Mənim üçün bunlar və inanın baş ağrım sakitləşdi. Bu dərmanla əlaqəli deyildi. Sözüm ona gəlir, dərmanla əlaqəli deyildi. Bu atamın yuxarıya 2-ci mərtəbəyə çıxıb mənə su ilə dərmanı gətirməsi. Şükür. Onu veren Allah'ıma şükür olsun. Şükür olsun, şükür olsun. Ay Allah. Allah bütün ailelere, bütün atalara, analara can sağlığı versin. Allah hiçbir zaman onları başımızdan eksik eləməsin. Sevirəm sizi. Mən yenə də uçayıram dərsəm. Həmişə bir-birinizi sevin. Sevginizi göstərməkdən çəkinməyin.